Salam əziz izləyicilər, növbəti bir bina evində su sızmasına gəlmişik. Məlumat daxil oldu ki, aşağı qonşuya bu hissədən su verir. Biz də gəldik, araşdırdıq. Deməli, problem burada istipoldadır. Abratkasının buradan istipolun abratkasından baxır. Problem təyin olundu. Təyin olmuş problemdən sonra xət yenisi ilə əvəzləndi. Hal-hazırda kombinə qoşmuşuq, heç bir təzyiq düşməsi yoxdur. Problem nə idi? Problem bax bu borda görürsünüz. Bax bu hissəsindən, sonra bax bu hissəsindən, yuxarı hissəsindən bildiğin deformasyon olmuşdu bu. Evinizə su sızmaz.